Mən düşünürəm ki, Samir Abbasov Neftçi ilə müqaviləsi bitməyənə kimi hər hansı bir kluba getməz. Mən orada nəyə görə deyirsən sən onun təzminat məsələsi var və yaxud necə? Təzminat ay-bay ödənilir və kifayət qədər yüksək bir məbləğdir. O başqa bir İşte şeydir. belə oturmusan, pulu qazanırsan. Yox, Başımın o başqa bir şeydir. Gedib Trantovuzda məsələn 17 min alacaq, 19 min, 20 min alsın ayda. Bu 2 dəfə ondan çoxdur da, yəni oturmuşam evdə, özümün qusarda balta ilə nə bilim odun doğrayıram. Yox, hələ məncə onun odun doğrama vaxtı deyil. Yəni zaman gələndə odun doğrama vaxtında gedər oturar qusarda odun doğrayar, amma bugünkü gündə məncə hələ tezdir onu odun doğramaq. O işləməlidir. Dediyin belə deyək də, Samir Abbasov aqressiv, bəzən kobud şəkildə fikirlərini ifadə edən, amma komanda üçün can qoyan, meydanda nə bilim qol vura bilməyəndə dizin sürünən Samir Abbasov Tovuz azarkeşlərinin qarşısında tab gətirə biləcək yoxsa yox? Bax, mən sənə burada açıq danışım da. Bax, Samir Abbasovun məndən xoşu gəlmir. Mənim də Samir Abbasovdan xoşum gəlmir. Amma burada söhbət futboldan gedirsə, yəni insanın haqqını vermək lazımdır. Lazımı qədər də gedib çalışa da bilər, vuruşa da bilər, nəticə də verə bilər. Yəni mən bunu belə deyim də. Yəni mən sənə burada mən xarakterimi, xasiyyətimi tanıyırsam, şükür Allah heç kəsdə bir çəkinəcəyim yox, bir şeyim yox. Mən deyirəm, mən ondan xoşum gəlmir, onun da məndən xoşu gəlmir. Yəni biz bir yerdə çalışmışıq. Amma futboldan gedirsə söhbət, yəni bu adamın haqqını verməliyik. Bu adam dediyin hər iki komandada işləyə də, çalışa da bilər, nəticə də verə bilər.